Namaz qılarkən, möhtərəm qardaşlar, hər hansısa bir təhlükə görərsək, əgər o təhlükə həqiqətən də insanın həyatı üçün təhlükədirsə və ciddidirsə, o zaman müstəhəbdir ki, əfsəldir ki, o təhlükədən qaçasan. Hətta fərz namazında olsan belə. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, Quran-ı Kərim وَلَا تُلْقُوا بِأَيْدِكُمْ إِلَى التَّهْلُكَةِ Bir neçə ayət kəlmədə gəlir. Yəni, nəfsinizi və əllərinizlə təhlükəyə atmayın, özünüzü təhlükəyə atmayın. Və insan namaz qılarkən və hər bir halda insan təhlükə olan məqamda o təhlükədən qaçmalıdır. Xüsusən də onun həyatına bir zərər varsa orada. Deyək ki, məsələn, görürsən, üzərinə bir şey gəlir, namaz içindəsən. Həmən çəkinməlisən namazdan. İnsan deyir ki, mən duracam, yox, səbr edəcəm, yox, belə bir qayda yoxdur. Və yaxud da ki, görürsən, uşaq haradansa yıxılmaq istəyir, sən onu hiss edirsən, həmən onu təhlükədən qurtarmalısan. Hətta fərz namazında olsan belə. Ona görə bunları qarışdırmayaq. Bəzən görürsən, insanlar deyir, yox, namazı bitirməliyəm, səbr etməliyəm. Bəli, namaz mühümdür. Namaz rükündür, fərzdir. Ancaq o təhlükə gəldiyi zaman fərz namazdan belə uzaqlaşmalısan ki, sonra namazını əda edəsən. Bəli, səhih olan budur inşallah.